Sağ ol. Neçə yaşınız var? 25 yaşım var. Şikayətlər nədir? Şikayətlər odur ki, 3 ildir artıq mədəmdə qızqırma, yanma halları, həzmsizlik problemləri olub. Son bir ayda artıq mədəmdə sanki burada tikə qalmış kimi hissiyatı yaranır. Sanki elə bir qabırğamın arxasında nəsə bir qalmış, qida qalmış kimi hissiyatı yaranır. Tikə qalmaz. Bəli. Yemək aşağı əynin lazımdır, bəlidir, yoxsa yox? Bəzi hallarda bəli. Bəzi hallarda. Axşam yatanda göynəmədən durursunuz, su içməyə. Bəli. İstəf olur belə hal. Belə hallar biraz ağır yatanam, amma yəni yuxuya gedənə kimi 1-2 dəfə olur. Hətta elə olur ki, yuxudan da həmin o göynəmə yuxudan məhv qaldı. Adi su içəndə belədən boğulmuşsan, sanki bir tikə qaldı, səni boğulur. Bəli, sanki adi suyu, sanki bir qida, bəlkə bir qida kimi keçir. 3 ildir ki, buna müalicə edirsən. 3 ildir, bəli. Nə müalicə? Yəni dərman adı çəkməyən, sadəcə 3 ildir bəli, ancaq baxılıb mənə bu turşuluğu azaldan dərmanlar olub, belə dərmanlar atmışam. Hər gün elə gün olmur, yəni həmən dərman atmayım. Ancaq hər gün səhər tezdən mən dərman atmışam, 24 saat ərzində təsirini göstərib. Səhərsi gün həmən dərman atmamışam, demişəm ki, bəlkə sağalar da. Bir gün səhərsi gün yenidən başlayıb qızqırma, göynəmə, az qarın olsam belə yenə də qızırmalar olur. Bizi harda gördünüz? Sizi TikTok sosial şəbəkəsində gördüm, belə araşdırırdım özüm. Bu ümumiyyətlə nədir, bu mədə ilə bağlı problemlər. Belə bir yırtıq eşitdim, araşdırdım da. Bir neçə həkimlərə baxdım, üstünlüyü sizə verdim. Sağ ol. Bizə də sığorta nömrəsi gəlmişsə. Bəli, sığorta nömrəsi gəlmişsə. Allah köməyimiz olsun. İnşallah bu gün səni əməliyyat edəcəyik. Əməliyyatdan səhərisi gündə bu şikayətlərin qalıb-qalmaması barədə balaca bir video hazırlayaraq ki, insanlar görsünlər ki, bu şikayətlər keçdi, yoxsa keçmədi. İnşallah Allah köməyimiz olar, Allah bizi sizin yanınızı utandırmaz, əməliyyatımız uğurla keçər, əməliyyatdan səhərisi gündə balaca bir rolik hazırlayarıq. İnşallah. Təşəkkür ederim. Sağ ol.